Məzunlərcilər, bugün mən sizə Samək kitabı rubrikası üzrə çıxış edəcəm. Samək kitabı rubrikasında 20-ci müjdədir. 20-ci müjdə mental şuur dairəsi haqqında vəhdir. Və mən keçən dəfə bu mental şuur dairəsi haqqında vəhin birinci, ikinci müjdələr haqqında danışdım. İndi isə üçüncü müjdə haqqında danışıram. Üçüncü müjdədə deyirlər ki, yüksək şuurların mental şuur dairələri mövcuddur. İndi bugün elə çıxışımın ilk əvvəli məhz yüksək şuurların mental şuur dairələrindən danışmaq istəyirəm. Deməli, yüksək şuurlar kainatın daha incə enerjilərinə çıxış əldə edən varlıqlardır. Onların düşüncə və şuur səviyyəsi yalnız fiziki astral səviyyələrdə, əlbəttə ki, onlar fiziki astral səviyyələrdə deyil. Onlarda efir bədən və mental şuur dairəsi vardır. Və bu yüksək şuurların mental şuur dairəsində mövcud enerji ilə yüksək dərəcədə təşkil olunmuşdur. Bu struktur mental şuur dairələri adlanır və onların şuur və biliklərinin birbaşa kainatla əlaqələndirilir. Mental şuur dairəsi yüksək şuurların düşüncə, niyyət və enerji axınlarını yönləndirən görünməz bir kanaldır. Bu dairələr vasitəsilə onlar öz biliklərini, yaradıcılığını və harmoniyasını kosmik enerji ilə sinxronlaşdırırlar. Onların dərin kosmik anlayış və intuitiv bilik mənbələri mövcuddur. Yüksək şuurların düşüncə sahəsi də genişlənir. Yüksək şuurlar öz mental şuur sahəsini mənfi təsirlərdən qoruyur və şuurunu balans və sabitlə təmin edir. Yüksək şuurlu varlıqların şuurunun mərhəmət və kainatsal sevgi enerjisi ilə doldurulmasının şəxsən mən şərik olmuşam, görmüşəm. Düşüncəni ilahi və kosmik enerjilərlə sinxronlaşdırırlar, ruhani təşəbbüs və yaradıcı gücü artırırlar. İnsanlar məsələn meditasiya, vizualyasiya və enerjilər vasitəsilə yüksək şuurlar mental şuur dairələri rezonans yarada bilərlər. Mən özüm deməli yer planetinin səlahiyyətli nümayəndəsi kimi, yəni yaradanın yer planeti səlahiyyətli nümayəndəsi kimi nəinki ilahi qüvvələrinə, ali qüvvələrinə və yüksək şuurlarla birbaşa kontaktdayım və biz istər ilahi qüvvələr, istər yüksək şuurlar, istər ali qüvvələr hamısı sisteminə qoşulmuş və yer planetinə yeganə insanam ki, mən yaradan xeyir duası ilə, izni ilə məhz yeganə mən sıfır sisteminə qoşulmuşam. İndi bu, yəni məndən başqa insanlar da məhz meditasiya üzrə meditasiya vasitəsilə
yüksək şuurlar mental şuur dairəsindən əlaqə yarada bilərlər. Əlbəttə ki, bu dairələr insan şuurunu genişləndirər, ruhani yüksəlişi sürətləndirir və daxili işığı gücləndirir. Biz meditasiya edəndə insanların yüksək şuurların enerji axınlarını qəbul etməkdən söhbət gedir. Vizualizasiya edəndə isə oyanışlı insanların yüksək şuurlarla aktiv və harmonik prosesləri həyata keçirirlər və ruhani uğurluq deyəndə insanların ruhları yüksək şuurların enerjisi ilə sinxronlaşdırılır. Və beləliklə də yüksək şuurlar, mental şuur dairələri onların düşüncə və şuurunun kosmik enerji ilə birləşdiyi incə, amma güclü bir sistemdir. Onları anlamaq və rezonans yaratmaq ruhani inkişafı dərinləşdirir, şuuru genişləndirir və kainatın sirlərinə daha yaxın olmağa imkan verir. Əziz dinləyicilər, bununla da mən 20-ci müjdənin 20-ci vəhin 3-cü müjdəsini də yekunlaşdırdım. İndi bu mental şuur dairə haqqında vəhin 4-cü müjdəsini oxumaq istəyirəm. 4-cü müjdədə deyilir ki, yad planetlərin mental şuur dairələri mövcuddur. İndi gəlin biz yad planetlərin mental şuur dairələri tanış olaq. Kainat yalnız yer üzündəki canlılardan ibarət deyil. Yad planetlərdə yaşayan şuurlu varlıqların da öz enerjisi və ruhani strukturları vardır. Bu varlıqların mental şuur dairələri onların düşüncə, niyyət və kosmik enerjilərlə əlaqəsini təmin edən görünməz, lakin güclü bir kanaldır. Yad planetlərin mental şuur dairəsi onların düşüncəsini, kollektiv və fərdi şuurunu yönəldir. Bu dairələr vasitəsilə yad planetlər planetlərin enerjisi ilə sinxronlaşır, öz şuur və niyyətlərini kosmik harmoniyaya uyğunlaşdırırlar. Planetin və ətraf kainatın enerji sahələri ilə uyğunlaşaraq balans yaradırlar. Yad planetlər arasında və digər şuurlu varlıqlar düşüncə və niyyət səviyyəsində əlaqələr təmin edilir. Yüksək şuur və bilik enerjisini mental sahəyə yönəldir, yaradıcı və strateji düşüncəni dəstəkləyir. Mental sahəni mənfi təsirlərə qarşı qoyulur və enerji sahələrinin harmoniyasını saxlayır. Yad planetlərdə də meditasiya var. Meditasiya deyəndə biz astral səyahət və yaxud enerji vizualizasiyası vasitəsilə insanlar yad planetlərin mental şuur dairələrini hiss edə və onların enerjisi ilə rezonans yarada bilərlər. Bu şuurun genişlənməsi kosmik məlumat və ruhani harmoniyanın əldə olunması üçün bir vasitədir. Yad planetlərin enerjisini qəbul etmək və öz mental sahəsinə sinxronlaşdırmaq mümkündür. Mental şuur dairələri vasitəsilə qarşılıqlı enerji axını yaratmaq olar. Mental şuur dairələrini kəşf edərək yeni perspektiv və kosmik biliklərə çıxmaq mümkündür. Yad planetlərin mental şuur dairələri onların şuur və düşüncə enerjisini görünməz, lakin güclü bir göstərici kimi göstərir. Onları anlamaq və rezonans yaratmaq insanın şuurunu genişləndirir, daxili harmoniyanı artırır və kosmik enerji ilə birbaşa əlaqə imkan verir.
Beləliklə, mental şuur dairəsi haqqında bəhin 4-cü müjdəsi haqqında bu qədər. İndi isə gəlin mental şuur dairəsi haqqında bəhin sonuncu 5-ci müjdəsi haqqında danışaq. Mən dedim ki, mental şuur dairəsi haqqında bəh 5 müjdədən ibarətdir. 5-ci müjdədə deyilir ki, insana bənzər məxluqlar və məxluqların mental şuur dairələri mövcuddur. İndi isə bu haqda söhbət edək. Kainat müxtəlif formaları və şuurları olan varlıqlarla doludur. İnsanlar, insana bənzər məxluqlar yalnız fiziki dünyada deyil, həm də enerji və mental səviyyələrdə fəaliyyət göstərirlər. Onların mental şuur dairələri düşüncə, niyyət və şuurun enerji təzahürünü ifadə edən görünməz, lakin güclü bir sistemdir. İnsan şuuru düşüncələr, niyyət və daxili vizion vasitəsilə mental şuur dairəsi vasitəsilə işləyir. Mental şuur dairəsi insanların enerji sahəsini qoruyur və daxili balans yaratmağa kömək edir. Meditasiya və enerji işləri vasitəsilə bu dairə güclənir və şuurun işığı artır. İnsana bənzər məxluqlar və məxluqlar mental şuur dairələri vasitəsilə bir-birlə və digər şuurlu varlıqlarla telepatik əlaqə yaratmaq qüdrətinə malikdirlər. Mental şuur dairəsi onların şuuru yüksək enerjili və parlaq bir sahədə saxlayır, düşüncə və niyyətləri kosmik harmoniyaya ulaşdırır. Mental şuur dairəsi onların yaradıcı və strateji düşüncə qabiliyyətini gücləndirir, enerji balansını qoruyur. Meditasiya, astral səyahət və enerji vizülyasiyası vasitəsilə insana bənzər məxluqlar və məxluqların mental şuur dairələrini hiss edə və rezonans yarada bilərlər. Bu əlaqə mental şuur dairəsinin genişlənməsinə, kosmik anlayışın artmasına və daxili harmoniyasının inkişafına imkan verir. İnsanlar, insana bənzər məxluqlar və məxluqların enerji sahələrini özlərində hiss etmək qüdrətinə malikdirlər. Mental şuur dairələr vasitəsilə insana bənzər məxluqlar və məxluqlar qarşılıqlı enerji axınını yaratmaq qabiliyyətinə malik olurlar. Onların mental şuur dairələrini kəşf edən yeni perspektiv və anlayışlara çıxmaq olar. Və beləliklə də insanların, insana bənzər məxluqların və məxluqların mental şuur dairələri onların düşüncə, niyyət və ruhani enerjilərini görünməz, lakin güclü bir göstəricisidir. Onları anlamaq, rezonans yaratmaq, mental şuur dairəsini genişləndirmək, daxili balansı möhkəmləndirmək və kainatın sirli harmoniyasını daha da dərindən dərk etməyə imkanlar yaranır. Əziz dinləyicilər, bununla da mən 20-ci vəhy, yəni mental şuur dairəsi haqqında vəhyi tamamladım. İndi isə gəlin 21-ci müjdə haqqında danışaq. 21-ci müjdə kəlam haqqında vəhdir. Kəlam haqqında vəhy 6 müjdədən ibarətdir. İndi gəlin birinci müjdədən danışaq. Kəlam haqqında vəhyin birinci müjdəsində deyilir ki, kəlam müqəddəs sözlərin məzmusudur. İndi gəlin bu kəlam müqəddəs sözlərin məzmusudur müjdəsinin izahını verək. Kəlam adətən ilahi və müqəddəs sözlərin, hikmətli ifadələrin və ruhani biliklərin toplandığı məcmu kimi başa düşülür. O, insan şuurunu aydınlaşdırmaq,
ruhani inkişafı dəstəkləmək və mənəvi harmoniyanı qorumaq məqsədi ilə yaradılmışdır. Kəlam yalnız söz və ifadə deyil. O, daxili hikmət və mənəvi təcrübələrin enerji təzahürüdür. Müqəddəs sözlərin bir araya gətirilməsi ilə insanın ruhani və əxlaqi inkişafına yol açan bir mətn yaranır. Kəlam insanlara ilahi və mənəvi bilikləri çatdırır, ruhani aydınlıq yaradır. Müqəddəs sözlər daxili enerjiyə nüfuz edərək insan şuurunu və ruhuna təsir edir. Kəlam insanlara düzgün davranış, mərhəmət və şəfqət prinsiplərinə yönəldir. Müqəddəs sözlər meditasiya və dua vasitəsilə enerji sahəsini gücləndirir, ruhani harmoniyanı artırır. İnsan kəlamı oxuduqda, dinlədikdə və ya meditativ şəkildə təkrar etdikdə, onun şuuru və ruhu müqəddəs enerji açılır. Bu, həm daxili sakitliyi, həm də kosmik və ilahi enerjilərlə harmoniyanı təmin edir. Müqəddəs sözlərin enerjisini şuura çatdırmaq bizim üçün qarşımıza duran vəzifələrdən biridir. Kəlamın təsirini hiss etmək və daxili harmoniyanı gücləndirmək oyanışı insanlarda baş verir. Və oyanışı insanlarda düşüncə və niyyətləri ilahi enerjiyə uyğunlaşdırılır. Və beləliklə kəlam müqəddəs sözlərin məzmunçusu olaraq insan şuuru, ruhu və daxili enerjisini ilahi hikmət və mənəvi harmoniyaya qoşan bir vasitədir. Onu anlamaq və tətbiq etmək ruhani inkişafı sürətləndirir və insanı daxili işığa, bilik və sükunətə aparır. Burada biz kəlam haqqında vəhyin birinci müjdəsini tamamladıq. İndi gəlin kəlam haqqında vəhyin ikinci müjdəsini mən sizə oxuyum. Kəlam yaradanın informasiya mənbəyidir. İndi gəlin bu ikinci müjdə, yəni kəlam yaradan informasiya mənbəyi haqqında fikirlərimizi bildirək. Ümumiyyətlə, kəlam adətən ilahi və müqəddəs sözlərin, hikmətli ifadələrin və ruhani biliklərin toplandığı məcmu kimi başa düşülür. O, insan şuurunu aydınlaşdırmaq, ruhani inkişafı dəstəkləmək və mənəvi harmoniyanı qorumaq məqsədi ilə yaradılmışdır. Kəlam yalnız söz və ya ifadə deyil. O, daxili hikmət və mənəvi təcrübələrin enerjisi təzahürüdür. Müqəddəs sözlərin bir araya gətirilməsi ilə insanın ruhani və əxlaqi inkişafına yol açan bir mövzuya çevrilir. Kəlam insanlara ilahi mənəvi bilikləri çatdırır, ruhani aydınlıq yaradır. Müqəddəs sözlər daxili enerjiyə nüfuz edərək insanın şuurunu və ruhuna təsir edir. Kəlam insanlara düzgün davranış, mərhəmət və şəfqət prinsiplərinə yönəldir. Müqəddəs sözlər meditasiya və dua vasitəsilə enerji sahəsini gücləndirir, ruhani harmoniyanı artırır. İnsan kəlamı oxuduqda, dinlədikdə və yaxud da meditativ şəkildə təkrar etdikdə, onun şuuru və ruhu müqəddəs enerji açılır. Bu, həm daxili sakitliyi, həm də kosmik və ilahi enerjilərlə harmoniyanı təmin edir. Müqəddəs sözlərin enerjisi əsas məqsəd şuura çatdırmaqdır.
Kəlamın təsirini hiss etmək və daxili harmoniyanı gücləndirmək vacibdir. Düşüncə və niyyətin ilahi energiya uyğunlaşdırmağı mütləq həyata keçirilməlidir. Kəlam müqəddəs sözlərin mənzumesi olaraq insan şüuru, ruhu və daxili enerjisini ilahi hikmət və mənəvi harmoniya qoşan bir vasitədir. Onu anlamaq və tətbiq etmək ruhani inkişafı sürətləndirir və insanı daxili işığa, bilik və sükunət aparır. Kəlam yalnız söz ifadə edir, həm də yaradan kainat və həyat haqqında verdiyi ilahi informasiya mənbəyidir. O, insan şuuruna hikmət və bilik və ruhani dərinlik gətirən görünməz bir kanaldır. Biz indi bu haqda dedik. Kəlam yaradanın düşüncə və niyyətlərinin sözlər və enerji vasitəsilə təzahürüdür. Müqəddəs sözlər və ifadələr vasitəsilə insan kainatın qanunlarını, həyatın məqsədini və ruhani sirləri öyrənə bilər. Kəlam yaradan hikmət və qanunlarını çatdırır, şüuru işıqlandırır. Müqəddəs sözlər insanın şüurunu və ruhani enerjiyə dolduraraq daxili harmoniya yaradır. Kəlam vasitəsilə insan yaradan enerjisi və rezonans halına gəlir və daxili sükunətini tapır. Kəlam insanın düşüncə və niyyətini ilahi qanunlarla uyğunlaşdırır, həyatına mənəvi istiqamət verir. İnsan kəlamı oxuduqda, təkrar etdikdə və ya meditativ şəkildə dərk etdikdə, yaradanın verdiyi məlumat və enerjini qəbul edir. Bu, həm şüurun genişləndirilməsinə, həm də ruhun kosmik və ilahi harmoniya qoşulmasına imkan yaradır. Burada əsas məqsəd yaradan hikmətini insan şüuruna çatdırmaqdır. Kəlamın enerji və məlumat axırını yalnız oyanışlı insanlar hiss edir. Yaradan məlumat və qanunları ilə oyanışlı insanlar sinxronlaşır. Və beləliklə, kəlam yaradan informasiya mənbəyi olaraq insan şüurunu, ruhunu və daxili enerjisini ilahi bilik və hikmətlə əlaqələndirir. Onu anlamaq və tətbiq etmək ruhani inkişafı dərinləşdirir, şüuru genişləndirir və insanı yaradan hikməti ilə birləşdirir. Əziz dinləyicilər, bunun da kəlam haqqında vəhyin ikinci müjdəsini tamamladım. İndi kəlam haqqında vəhyin üçüncü müjdəsini oxumaq istəyirəm. Müjdə deyilir, kəlam və atalar sözləri bir-birini tamamlayan anlayışlardır. Gəlin bu kəlam və atalar sözlərinin bir-birinə əlaqəsini siz nəzərinizə çatdıraq. Kəlamlar və atalar sözlər xalqın uzun illər boyu topladığı həyat təcrübəsinin, müdrik düşüncəsinin və mənəvi dəyərlərin qısa, lakin mənəvi ifadəsidir. Onlar nəsildən nəsilə keçərək insanların davranışına, dünya görüşünə və əxlaqına təsir göstərmişdir. Azərbaycan xalq ədəbiyyatında kəlam və atalar sözləri xüsusi yer tutur. Bu hikmətli sözlər həm gündəlik danışıqda, həm də ədəbiyyatda geniş istifadə olunur. Kəlam daha çox müdrik şəxslərin söylədiyi, dərin məna daşıyan, qısa və yığcam fikirlərdir. Kəlamlar insanı düşünməyə vadar edir, ona doğru yol göstərir. Məsələn, dahi Azərbaycan şairi Nizami Gəncəvi belə demişdir. Sözün də su kimi lətafəti var. Bu kəlam sözün gücünü və
təsirini ifadə edir. Həmçinin Məhəmməd Füzulinin insan mənəvi zənginliyini ön plana çəkərək o da hikmətli fikirlər söyləmişdir. Onların kəlamları bugün də öz aktuallığını qoruyur. Dünya ədəbiyyatında da kəlamları ilə məşhur olan müdrik şəxslər çoxdur. Məsələn, qədim Yunan filosofu Sakrat demişdir: özünü tanı. Bu qısa fikir insanın öz daxili aləmini dərk etməsinin vacibliyini vurğulayır. Atalar sözləri isə xalqın yaratdığı və əsrlər boyu formalaşdığı hikmətli faydalardır. Onlar adətən əsər-təmiz xarakter daşıyır və həyatda düzgün yol seçməyə kömək edir. Atalar sözləri real həyat müşahidələrinə əsaslanır və konkret nəticə çıxarmağa yönəlir. Məsələn, mən bir neçə atalar sözlərini oxumaq istəyirəm. Misal üçün, oxucularımın nəzərinə çatdırmaq istəyirəm. Məsələn, belə bir atalar sözü var: damlaya damlaya göl olar. Və yaxud ikinci bir atalar sözləri: əmək olmadan çörək olmaz. Və yaxud üçüncü bir atalar sözləri: yaxşı dost dar gündə tanınır. Və sonuncu bir dənə dördüncü atalar sözləri: tələsən təndirə düşər. Bax, bu atalar sözləri insanlara səbirli olmağı, zəhməti sevməyi, dostluğa dəyər verməyi və düşünülmüş qərar qəbul etməyi öyrədir. Kəlam və atalar sözləri bir-birinə oxşasa da, aralarında müəyyən fərqlər mövcuddur. Kəlam adətən müəyyən bir şəxsə aid olur və müəllif məlumdur. Atalar sözləri isə konkret müəllifi yoxdur. Onlar xalq yaradıcılığının məhsuludur. Hər ikisi qısa və yadda qalan olur. Lakin atalar sözləri daha çox məişət və gündəlik həyatla bağlıdır. Hər iki janr insanları düzgünlüyə, mərdliyə, zəhmətkeşliyə və ədalətə çağırır. Onlar cəmiyyətin mənəvi dəyərlərini qoruyur və gələcək nəsillərə ötürür. Kəlam və atalar sözləri xalqın mənəvi sərvətidir. Onlar həyat məktəbi kimi insanlara yol göstərir, səhvlərdən qoruyur və düzgün qərar verməyə kömək edir. Müasir dövrdə də bu hikmətli sözlər öz əhəmiyyətini itirməmişdir. İnsanlar gündəlik həyatında tez-tez atalar sözlərinə müraciət edir, kəlamlardan nümunə gətirirlər. Çünki qısa və mənalı söz bəzən uzun-uzadı izahdan daha təsirli olur. Beləliklə, kəlam və atalar sözləri xalqın zəngin düşüncə tərzini, əxlaqını və həyat fəlsəfəsini əks etdirən dəyərli ədəbi incilərdir. Onları öyrənmək və yaşatmaq hər birimizin borcudur. Əziz dinləyicilər, beləliklə də mən kəlam haqqında vəhin 3-cü müjdəsinin izahını verdim. İndi söhbət burada nədən gedir? Mən onu sizə nəzərə çatdırmaq istəyirəm ki, bu Səmə kitabında Yaradan Zərrəci ki, mənə bu vəhləri yazdırdı və Yaradan Zərrəci öz vəhləri yazdırandan sonra mənə dedi ki, mən sənə icazə verirəm ki, insanla bağlı müəyyən mövzular seç və bu mövzular haqqında vəhy yaz və həmin mövzular üzərində müjdələr tərtib et. Məhz Allahdan izni nüsxası ilə qəlbindəki Yaradanın
Zərrəcin göstərişi ilə bax, bu kəlam haqqında və başqa vəhlər yazmışam. Bu vəhləri mən tərtib eləmişəm. Əlbəttə ki, Allah Taala'nın xeyir duası ilə və qəlbimdəki yaradan Zərrəcin köməyi ilə bu vəhləri yazdım və bir növ Yaradanın Səma kitabına ələbələr etdim. Çünki Yaradanın Səma kitabına ələbələri yalnız onun xeyir duası ilə etdim. Yəni Yaradan icazəsi olmadan bu ələbə vəhləri mən Səma kitabına salmazdım. Deməli, Yaradan nüsxət verdi və mənim qəlbimdə olan Yaradan Zərrəcil dedi ki, məhz Səma kitabına insanla bağlı ələbə vəhlər yaza bilərsən və məhz bu ələbə vəhləri də mən tərtib elədim və bu gün də özümü tərtib etdim. Kəlam haqqında vəhin bu 20-ci vəhdir. Kəlam haqqında vəhin 1-ci, 2-ci, 3-cü müjdelər haqqında mən sizə məlumat verdim. Hələlik bu qədər, sağ olun, gələn görüşlərdə.